Adınız nə idi? Adım Orxan. İlk öncə bərəkətli olsun, heyvan kəsirsiniz. Bura yeni açılmış Şirvan regional, yəni ət kəsim məntəqəsidir, bildiyimiz kimi. Deməli, burada siz nə qədər ödəniş edirsiniz ət kəsimə 36 manat olmalıdır. 35 manat kəsim haqqıdır, 1 manat da salahan. 36 manat. İndi bir sual vermək istəyirəm. Burada siz özünüz burada işləyirsiniz, yoxsa öz heyvanınızı kəsirsiniz? Yox, öz heyvanımızdır, qəssab yoxdur. Yəni, məcburan özüm kəsib qoymalıyım. Bəs yaxşı, ödənişi elədiyiniz halda bunu siz özünüz kəsməlisiniz, yoxsa bura kəsilir? Onu qəssab özü kəsməlidir. Prosta qəssab yoxdur, məcburan özüm kəsirim. Amma yenə də ödəniş eləyəcəksiniz. Ödənişi birinci gündür kəsirsiniz burada. Birinci gün. İndi getmişəm, qəssab yoxdur, məcburan özüm kəsirim. Birazdan yox, heç kim yoxdur. Bir dənə burada məsəlsin nümayəndə dayanıb, məsələn, orada Qarovuz kimi bir adamdır. Yəni burada heç bir insan yoxdur. 35 manat verirsiniz. 35 manat verəcəm, malını götürüb oxuracam. Özüm kəsib özüm. Bəs hər hansısa bir peçatın vurulması və yaxud hələ ki heç kim yox. Gözləyəcək, gələcək, gəlməyəcək, qoyduğuna. 35-dən araba facilə versən, balaca maşına versən, bəs belə deyək, heyvan indi hal-hazırda ətin kilosu neçədir? Ətin kilosu bizdə 15 manat. 15 manatdır. Erkək danatda, yəni bizdə dişi danatı Aydındır. sırf erkək danatı. Bəs daha sonra bu sizin qiymət artımında özünü göstərəcək yoxsa yox? Olacaq. Aydın. Və bu hamısı bunun belinə gəlir də, bunun üstünə gəlir. Əvvəl məsələn 1 manata baxırdıq, indi məcburuq 50 qəpik rasol üstünə gələndə məcburuq ki 15-50-yə sataq ki bizim də sürətliyimiz çıxsın. Aydın. 35 manata kəsirsiniz bax buradan malı. Yəni siz kəsməli deyilsiniz də, bunların əməkdaşı kəsməli idi. İndi özləri kəsməlidir, prosta adam yoxdur, məcburan özüm kəsirim də. Yəni amma yenə də ödəniş eləyəcəksiniz. Bəs qidanın işçisi hardadır? Bax buna Vallahi ətin indi o yalan deyəlim, yalan gəlir. yoxdur mu? Vallahi bir daha əmin bilsin. Burada kəsim eləyirsiniz ki, burada qidanın işçiləri yəni qanunla yoxlamalıydılar. Buranın öz əməkdaşı kəsim eləməli idi. Yəni burada amma gördüyümüz kimi bir nəfər şəxsdən başqa heç kəs yoxdur. Bir dənə tək siz özünüz kəsirsiniz. Özünüz də yəni hər hansı bir çek yəni təqdim olunacaqmı sizə yəni? Vacib məsələ. Oldu. Siz Şirvan şəhəri sakinsiniz də? Oldu. Çox sağ olun.